Dünyada dil ayinləri mövzusuna baxırıq. Bu da elə 11-ci sinif dərsliyində gözəl şəkildə verilib. Deməli, dil ailəsi nədir? Dil ailəsi qohum dillərin məcmusudur. Yəni dil ailəsində əvvəlcə, yəni ilkin dövrdə bir dil mövcud olub, sonradan tarixi dövr ərzində insanlar bir-birindən geniş, daha uzaq məsafələrdə yaşamağa başlayıblar. Yəni geniş ərazilərə yayılıblar və nəticədə onların bir-birindən əlaqəsi zəifləyib və yeni dialektlər yaranıb. Bu da qohum dildə danışan xalqların yaranmasına səbəb olub, və dil ailələri deməli, yaxın dillərdə danışan xalqları əhatə eləyən dil qruplarından ibarətdir. İndi baxaq. Əvvəlcə baxaq Altay ailəsinə. Altay dil ailəsinə elə biz özümüz də daxilik. Yəni, türk qrupu, daxilində azərbaycanlılardır. Daha sonra türklər, türkmənlər, Azərbaycan türkdür, türkməndir, qazaxdır, qırğızdır, özbəkdir. Bunlar onsuz da bilirik ki, yəni türk dövlətləridir və təbii ki də Altay dil ailəsinin türk dil qrupuna aiddirlər. Həmçinin, bu Rusiyanın ərazisində və yaxud da başqa ərazilərdə yaşayan türk dövlət qurumları ki var idi. Məsələn, Çinin ərazisində burada Sintizyan Uyğur, Tibetin qərbində daha doğrusu, Sintizyan Uyğurda yaşayan Uyğurlardır. Sonra Saxa Yakutiyada yaşayan Yakutlardır. Altay Tıva Xakaslardır. Bax burada Altaylılar, Tıvalılar, Xakaslardır. Daha sonra və Tatarstanda yaşayan tatarlardır. Bunlar hamısı aiddir Altay dil ailəsinin türk dil qrupuna. Azərbaycan, türk, türkmən, özbək, qazax, qırğız, daha sonra tatarlardır. Sonra biz burada dedik Altay Tıva Xakasyalılardır, Yakutlardır və Uyğurlar. Bu oldu türk qrupuna aid olanlar. Bir də Monqol qrupu var. Monqol qrupuna isə Monqollar aiddir. Daha sonra Tungus Mancur qrupuna isə Sibirdə yaşayan Evenklər aiddir. Daha sonra keçirik Hind-Avropa dil ailəsinə. Hind-Avropa dil ailəsi çox böyük bir dil ailəsidir və Hind-Avropa dil ailəsində yaşayır. Deməli, daha doğrusu bu qrupa daxildir Slavyanlar. Slavyan qrupuna təbii ki də ruslar aiddir. Slavyanlar kim hansı dil qruplardır, belə deyək, hansı xalqlardır? Slavyanlar, Ukraynalılar, Belaruslar və Polyaklar. Burada Polyaklar bunlar Polşa əhalisidir, yəni Polşada yaşayanlardır. Deməli, Slavyanlar, Ukraynalılar, Belaruslar və Polyaklar Slavyan dil qrupuna aid oldu. Daha sonra baxaq Roman dil qrupuna. Romana aiddir, deməli, Portuqaliya, İspaniya əhalisi, yəni Portuqallılar, İspanlılar, Fransalılar və İtaliyalılar. Həmçinin və burdan bu 4 ölkəni götürdük, 4 yerdə yaşayanları götürdük. Sonra keçdik bura Latin Amerikası, yəni Mərkəzi və Cənubi Amerikada yaşayan əhali. Deməli, İspan dilli dövlətlərdir, hansı ki İspaniya, Meksikadır, daha sonra Cənubi Amerikanın demək olar ki, bütün ölkələridir. Bir dənə Braziliyadan başqa. Braziliyanın dili Portuqal dilidir. Daha sonra bir də Portuqaliyalılar da demişdik onsuz da. Deməli, Roman dil qrupuna kimlər aid oldu? İtaliyalılar, Fransalılar, İspaniyalılar, Portuqallılar, həmçinin Latin Amerikasında yaşayan, yəni Meksika, Cənubi Amerikanın əhalisi, Perulular, Çililər, daha sonra Argentinalılar, bunlar hamısı aiddir. Bir dənə demişdik burada Braziliya, Portuqal dilində danışır. Deməli, bunlar hamısı aid oldu Romana. Deməli, Romana hansılar aid oldu? Baxın, bütün bu ərazi həmçinin burdan 4 ölkəni biz aid elədik Roman dil qrupuna. Daha sonra Slavyana və kimlər aid idi? Ruslar, Polyaklar, Belaruslar və Ukraynalılar idi. Daha sonra indi isə keçirik German dil qrupuna. Germana isə aiddir. Bir dəqiqə. Deməli, German dil qrupuna aiddir. Biraz bunu kiçildək. Almanlar, ingilislər, norveçlilər, isveçlilər. Baxın, deməli, dedik bura aiddir. Norveç, İsveç, almanlar və ingilislər. Deməli, bura həmçinin Danimarka, Belçika bu ərazilər də aid olacaq. Deməli, almanlar elə Germaniya, Almaniyadır. German dil qrupuna təbii ki, Almaniya aid olar, ingilislər aid olar, İngiltərə və deməli, norveçlilər, isveçlilər, həmçinin Amerikada, ABŞ-da yaşayan əhali, Kanadalılar, Amerikalılar və deməli, Avstraliyanın əhalisi bura aiddir. Düzdür, Avstraliyada elə Avstraliya yerli əhalinin dili var, aborigenlərin. Amma deməli, böyük bir hissəsində də German dil qrupu yayılıb. Daha sonra isə baxırıq, deməli, bir dəqiqə, buna da buranı aid etmişdik. Sonra isə baxırıq İran dil qrupuna.
Bir dəqiqə. Aha. İran dil qrupuna, İran qrupu ən çox testlərdə elə görəcəyiniz, suallardan olacaq. Xüsusilə bax bu farslar, kürdlər, taciklər, əfqanlar İran dil qrupuna aiddir. Bu nətər verir? Azərbaycanda Lənkəran Astaranı verə bilər. Məsələn, orada yaşayan talışlardır. Sonra farslardır. Orada yəni talışlarla, məsələn, digər ölkələrin xüsusiyyətləri nədir? Yəni, Tacikistanın və yaxud da Əfqanıstanın. Bu odur ki, hamısı həmçinin İranın. Hamısı İran dil qrupuna aiddirlər. Həmçinin Şərqi Zəngəzurda yaşayan kürdlərdir, Sırxızda yaşayan tatlardır. Deməli, farslar, kürdlər, taciklər, əfqanlar, tatlar bunlar Hind-Avropa dil ailəsinin İran dil qrupuna aid oldu. Deməli, İran dil qrupundan danışdıq ki, bəs bura aid idi. Deməli, İranda yaşayan farslardır, əfqanlar, taciklər və Azərbaycanda yaşayan o milli azlıqlardır və yaxud başqa yerlərdə yaşayan kürdlərdir, daha sonra talışlardır, bunları deyə bilərik. Bu da oldu deməli İran dil qrupu. Daha sonra burada albanlar, Avropada yaşayan albanlar da ayrıca elə Alban qrupuna aiddirlər. Daha sonra bir də var Hindari qrupu. Hind-Ari qrupuna isə Benqallar, Hindistanlılar, Pəncablılardır. Yəni, baxın, bu hissədə yaşayanlardır. Deməli, Benqallar, Hindistanda yaşayanlar, Hindistanlılar və Pakistanda yaşayan Pəncablılardır. Bunları da qeyd etdik. Sonra gəlir ən çox testdə nəyi görə bilərsiz? Bu Finlandiyanı. Finlandiya ərazisi, yəni Finlandiyada yaşayanlardır, estonlardır, bir də macarlardır. Deməli, finlər, estonlar, macarlar başqa dil ailəsidir artıq, Ural dil ailəsidir. Deməli, Ural dil ailəsinə aiddir Fin-Uqor qrupu və bura aiddir finlər, estonlar, macarlar. Baş hərfləri elə femdir. Fem Findədir. Fem kimdir? Finlər, estonlar, macarlar. Ural dil ailəsindədirlər. Daha sonra Çin, Tibet ərazisində yaşayan, ümumiyyətlə bu Çinlilər Çin-Tibet dil ailəsinə aiddir. Daha sonra Çinlilər, Tibetlilər daxildir bura dedik. Sonra deməli Afro-Asiya, yəni Hami-Sami dil ailəsi, ərəblər, Səudiyyə Ərəbistanı, daha sonra bu Suriya, İsrail yəhudiləri, Əlcəzairlilər, bunlar Əlcəzair, Liviya, Misir, Efiopiya, Somali, Oman, Yəmən, bunlar hamısı Afro-Asiya və ya Sami dil ailəsinə aiddirlər. Daha sonra Qafqaz ailəsinə aiddir Çeçen, Ləzgi, Avarlar. Deməli, bunlar Qafqaz dil ailəsinin Nax Dağıstan qrupuna aiddirlər. Amma gürcülər isə Kartver dil ailəsinə aiddir. Daha sonra burada o qədər də vacib deyil, amma yəni demək lazımdır. Bu olimpiyadaya falan düşə bilər. Məsələn, bu Khoisan Bantu ailəsi, Buşmenlər, Kotentotlar Afrikanın bu qərb hissəsində yaşayanlardır. Sonra Avstraliyada elə Avstraliya aborigenləri var. Afrikanın bu qalan digər yerləri, mərkəzi və cənubi yerlərinin əksəriyyəti Niger, Kordofan dil ailəsinə mənsubdur. Bu qədər.